Bəhruz Kəngərli adına sərgi salonunda gənc rəssam Ramilə Əkbərovanın Mənim Rəngli Dünyam adlı fərdi sərgisi baş tutub. Bu sərgi sadəcə rəsmlərin təqdimatı deyil, onun daxili dünyasının, hisslərinin rənglərlə ifadəsinə çevrilib. Müxtəlif mövzuları əhatə edən bu əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bəzən bir uşağın baxışındakı rənglər dünyanın ən böyük tablolarından daha səmimi bir hekayə danışır. Naxçıvanda gənc rəssam Ramilə Əkbərovanın fırçası məhz həmin səmimiyyəti Mənim Rəngli Dünyam adı altında sənətsevərlərə təqdim etdi. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda gənc rəssamın ilk fərdi sərgisi təşkil olundu. Bugün biz bu möhtəşəm sərgi salonunda Ərtoğrul Cavid adına 6 nömrəli İncəsənət Məktəbinin deməli rəssamlıq ixtisası üzrə şagirdi Ramilə Əkbərovanın sərgisinə toplaşmışıq. Ramilə məktəbin qabaqcıl şagirdlərindən biridir. Artıq o, yəni bu onun birinci işi deyil və bundan əvvəl də o bir çox müsabiqələrdə müvəffəq belə deyək yerlər tutmuşdu, uğurlu nəticələr göstərmişdi. Gördüyünüz kimi rəsm əsərlərində müxtəlif mövzulara toxunulmuşdu. İstər vətənpərvərlik, istər yəni bir çox belə deyək mövzuları, qarışıq mövzuları əhatə etmişdi. Bu da onun yəqin ki öz rəssamlıq qabiliyyətindən irəli gələn belə deyək potensialından irəli gəlmişdi. Ramilə burada 28 işlə təmsil olunub. İki janrdan natürmort və mənzərə janrından istifadə edib və əlavə olaraq sujetli kompozisiyalar da var burada. Deyək ki, Novruz bayramı ilə bağlı, Naxçıvanın qədim abidələri ilə bağlı, Bakı dünən bugün, Qərbi Azərbaycanla bağlı, İrəvanla bağlı, Azərbaycan-Türkiyə dostluğu ilə bağlı əlavə sujetli kompozisiyalar da var. Ramilə Əkbərova kiçik yaşlarından rəsm çəkməyə böyük maraq göstərib. Müəllimlərinin dəstəyi ilə bu marağını peşəkar fəaliyyətə çevirməyi bacarıb. Qısa müddətdə müxtəlif müsabiqələrdə uğur qazanan gənc rəssam bugün öz fərdi sərgisi ilə sənət yolunda mühüm bir addım atır. Mən sevinirəm ki, bugün mənim 16 yaşım olmağına baxmayaraq mənim fərdi sərgim olur. Yəni burada olan rəsmlər mənim öz həyatımın, fikrimin, düşüncələrimin bir nümunəsidir. Yəni burada elədiyim kompozisiyalar, qurduğum natürmortlar və yaxud etdiyim mənzərələr hamısı mənim gördüyümün, baxışımın və düşüncələrimin bir nümunəsidir. Kompozisiya janrında daha çox işləməyi sevirəm. Yəni burada bir neçə əsərlərim daha çox kompozisiya janrındadır. Bu janrlarla yanaşı mənzərə janrlarında, yəni Azərbaycanın bütün gözəlliklərini təsvir etmək istəmişəm bu janrlarda. Qarabağla bağlı burada maraqlı işlər var, deyək ki, Ağdam məscidini götürmüşük, xarı bülbüllərin əhatəsində eləmişik, Şuşa qalasını götürmüşük, müəyyən kompozisiya eləmişik. Məsələn, Qazancı körpüsü Naxçıvanda tarixi abidədir. Sərgidə nümayiş olunan əsərlər janr və texnika baxımından olduqca zəngindir. Hər bir əsərdə gənc rəssamın vətəninə olan sevgisi aydın şəkildə hiss olunur. Mən görkəmli rəssamların işlərini izləyirəm və öyrənirəm. Onların texnikalarını, üslublarını, rəng koloritlərini, işıq və kölgələrini və bu kiçik işlərimdə də onları tətbiq etməyə çalışmışam. Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb və gənc istedadın gələcək uğurları üçün böyük stimul olub. Bugün biz Ramilə xanımın sərgisinə gəlmişik. Ramilə xanımla uğurlar arzulayırıq. Burada bir çox janrda işlər görmək olar. Əsasən natürmort, sulu boya, quaş boya işləri vardır. Ramilə xanım daha da böyük işlərini görmək bizə qismət olar. Uğurlar arzulayırıq Ramilə xanıma. Mən başda Ülviyə xanıma təşəkkür edirəm ki, bu qapılar bizim üzümüzə açdı. Ələsgər müəllimə təşəkkür edirəm. Leyla xanımya təşəkkür edirəm. Çünki Ramilənin üstə çox çalışdılar. Ramilənin bu səviyyə onlar gətirdilər. İnşallah daha da gözəl nailiyyətlərə çıxar.